Yağan leysan yağışları Şabranda bir sıra fəsadlara səbəb olub. Şabrançaya və Dəvəçaya gələn sel suları kənd sakinlərinə ziyan vurub. Bu gələn sellər böyük bizə tələfatlar verdi. Körpülərimiz apardı, yardımçı körpülər qoymuşlar, onlara apardı. Bağlarımızın meyvə ağaclarının 10 sot adam var vallahi 15 sot sahəsini apardı. Sotlarla, hektarlarla yer aparıb kəndin içindən. Böyük fəlakətdədir, kəndimizin gələcəyi vallahi təhlükə altındadır. Qazlı torbalarını sel dağıtdı apardı. Böyük əksəriyyəti qalıb qazsız. Körpü uşaqlarımız var, soyuqdan ölürlər. Bu dağda hava soyuqdur. Dəvəçi çayına gələn sel 13-ün 4-ə bir tövləm aparıb. 14-ün 6 yarıma bir tövləm aparıb. Bir 1200 ot yığası bir navesim var idi tayalığım, onu aparıb. Həyətimdəki ağacların yarısını demək olar ki, yığıb aparıb. Ağaclar da çayın içindədir burada. 17 uşaq qalıb o tayda məktəbdən tədris olub, məktəbə gedə bilmirlər. Qazımız yox, işığımız yox, suyumuz yox, yolumuz yox, körpümüz yox. Yəni, heç arxaya çıxacaq belə yolumuz yoxdur. Qalmışıq belə çıxılmaz vəziyyətdə. Haradasa bir 10-a yaxın iri ağaclarımı aparıb. 2 dənə inəyimi də su aparıb. 12 min, 15 min arası ziyan mənə dəyib. Mənim oğlumun həyət yanısının tən yarısı gedib. İnternet stolbalarını aparıb. 220 yəni ki, elektrik dirəklərini aparıb. Fövqəladə Hallar Nazirliyinin və İcra Hakimiyyəti ilə birgə komissiya təşkil olunmuş, həmin ərazilərə baxış keçirilir. Su basan evlərdən sular dərhal mülki müdafiə qərargahının əməkdaşları tərəfindən təmizlənmiş, normal vəziyyətə gətirilmişdir. Bütün qurumlar hal-hazırda ərazidədir, təxirə salınmaz, dayanmadan işlər aparılır. Qaz xəttləri bərpa olunur, yol infrastrukturu yenidən qurulmaq üçün alternativ yollar çəkilir. Azərişıq da kəndlərə işığın hal-hazırda artıq bərpa edib, kommunikasiya xəttlərimizdə hər hansı bir böyük qlobal problemimiz yoxdur. Selin gəldiyi gündən etibarən bütün texnikalarımızı səfərbər edərək Şabrançay və Dəvəçi çayın yatağının öz köhnə məcrasına qaytarılmaq məqsədi ilə işlərə başlamışıq. Hal-hazırda da gördüyünüz kimi texnikalar işləyir.